verilmiş çoxadlinin dərəcəsini tapın deyir. Biz öncə bilməliyik ki, çoxadlinin dərəcəsi və yaxud da bir hədlinin qüvvəti anlayışı nədir? Məsələn, tutaq ki, x üstündə 3 verilsə, x üstündə 5 verilsə, bu bir hədlinin qüvvəti 3, bu bir hədlinin qüvvəti isə 5-ə bərabərdir. Lakin bunlar arasında toplama və yaxud da çıxma əməli olarsa, artıq bu ifadə çoxhədli sayılır və çoxhədlidə qüvvəti ən böyük olan həmin çoxhədlinin dərəcəsi sayılmış olur. Yəni, məsələn, bu cəmin və yaxud da fərqin dərəcəsi 5-ə bərabərdir. İndi eyni məntiqlə bu misala da baxsaq, bu mötərizənin açılışında biz görürük ki, ən böyük qüvvət 3-ün 4-lə hasilindən alınır. Yəni, məsələn, biz bu çoxhədlinin mötərizəni açmış olsaq, hesablasaq, burada alırıq x-in kubu və üzərində 4 və yekunda x üstündə 12 alırıq. Yəni, buna biz digər adı ilə də çoxhədlinin baş dərəcəsi də deyirik. Yəni, ən böyük olan. Ən böyük olan qüvvətə çoxhədlinin dərəcəsi deyilir.